Herkese selamlar. Bugün sizlərlə XLOOKUP haqqında danışacağıq. Biz əvvəlki dərsimizdə VLOOKUP haqqında danışdıq və dedik ki, VLOOKUP-ın edə bilmədiyini bizim XLOOKUP-ımız edəcək. Bu nədir? Bildiyimiz kimi VLOOKUP hər hansı bir cədvəldən məlumatın axtarıb tapılması və gətirilməsi üçün istifadə olunur. Yəni bu həm eyni səhifə üzərində aparıla bilər, həm də digər iki fərqli səhifələr üzərində də biz axtarış apara bilərik. Amma belə bir şey var ki, VLOOKUP ancaq sütunlar üzərində işləyir. Bu o deməkdir ki, əgər bizim məlumatımız sağdan sola düzülərdirsə, o zaman VLOOKUP error verir və məlumatı axtarıb tapa bilmir. Yaxşı, bu zamanı biz nə edirik? Bu zamanı bizim köməyimizə XLOOKUP gəlib çatır. XLOOKUP da eyni ilə VLOOKUP kimidir. Yəni eyni bir formada biz yazırıq. Sadəcə olaraq müəyyən bir-iki dəyişiklik var ki, onları indi izah edəcəm. Gəlin elə nümunə üzərində izahımıza baxaq. Bunun üçün nə edirik? Bizə birinci belə bir senaryo verilir və bizdən belə bir deyir ki, hər hansı bir işçi ID-sinə görə bizə konkret olaraq ID də verilib ki, 1004. Bu ID üzrə maaşı axtar tap, yəni dəqiq uyğunluğu olsun. Bunun üçün biz XLOOKUP-dan istifadə edəcəyik. Çünki gördüyümüz kimi bizim cədvəlimiz fərqlidir. Yəni sağdan sola düzülüb və yəni bu o deməkdir ki, sətirlər üzərindədir. Bunun üçün nə edirik? Biz həmin o cədvəlin qarşısında cədvəlimizi aktivləşdiririk. Gördüyümüz kimi artıq kursorumuz görünür. Bu zaman biz bərabərlik işarəsini qoyuruq və düsturumuzu yazırıq. X yazan kimi avtomatik olaraq bizdə gördüyümüz kimi belə bir məlumat çıxır və biz XLOOKUP-ı klikləyən kimi avtomatik olaraq düsturumuz aktivləşir. Və aktivləşdirəndən sonra artıq biz eyni qayda ilə məlumatlarımızı daxil edirik. Birinci məlumatımız odur ki, bizə deyilir ki, 1400-cü ID üzərində employee ID, yəni işçi ID-sində axtarış apar. Birinci bizim məlumatımız lookup value-dur. O deməkdir ki, biz nəyi axtarırıq? Burada artıq xüsusidir, daha çox nəyə sənə sual veribsə, onu axtar tapırsan. Bizdə də 1400 deyə, ya biz bunu 1004 yaza bilərik, ya da cədvəlimizdən seçə bilərik, fərqi yoxdur. Bu zamanı seçəndən sonra vergül işarəsini qoyub növbəti addıma keçirik. Bir şey də qeyd edim ki, əgər belə bu formada rəqəm üzərində axtarış edirsənsə, heç bir dırnaq işarəsi qoymağa ehtiyac yoxdur. Yox, əgər mətn üzərində axtarış edirsənsə, o zaman mütləq şəkildə həmin mətni dırnaq işarəsində yazmalısınız. Məsəl üçün, əgər biz ad üzərində axtarış etsəydik, yəni Nigar olsun, Elvin olsun və s. kimi, o zamanı bu full adı, yəni bütöv adı mütləq şəkildə dırnaq işarəsi içərisində yazmalıydı. Bu bizim əzəldən bildiyimiz qaydadır. İndi rəqəmdir deyə bu formada yazırıq və yaxud da mətni hər hansı cədvəli seçiriksə, onu sabitləyirik. Və artıq vergül işarəsi qoyduqdan sonra keçirik növbəti addıma. O deməkdir ki, harda axtarırsan, hansı cədvəl üzərində axtarırsan. Biz bütün cədvəli seçməyə ehtiyac yoxdur. Biz employee ID üzərində axtarış edirik, çünki bütün ID-ləri seçirik. Bizdə hələ ki 1005-ə qədərdir. Ona görə 1005-ə qədər seçdik ki, bu area üzərində, yəni bu sahə üzərində bizə axtarış et və 1400-ü tap və ondan sonra yenidən vergül işarəsi qoyuruq və return area demək. Bu deməkdir ki, bu üzərində axtarış edəcək bizə Excel və bizdən sonra nəyə soruşacaq? Məsəl üçün biz deyirik ki, qayıdış cədvəlində bizə maaşı tap. Yəni bu deməkdir ki, buradakı biz artıq maaşı seçməliyik. Yəni geri dönüş olaraq bizə maaşları tapsın və xüsusi olaraq 1400-cü adamın maaşını tapsın, gətirsin. Yəni bu areadan axtarıb tapsın. Əgər sizə məsəl üçün sual verərsə, məsəl üçün hardan axtarsın, tapsın, nəyi qaytarsın, nəyi gətirsin sizə, o zaman həmin soruşanı axtarıb bu hissəyə yazmaq lazımdır. İndi bizdə maaşı dediyinə görə, yəni aylıq maaşı dediyinə görə biz maaş olan bütün sütunları seçirik. Bundan sonra yenidən vergül işarəsi qoyuruq və belə bir hissə var ki, if not found. Bu deməkdir ki, əgər biz bu hissədə
ID üzrə 1400 misal üçün olmazsa, yaxşı, bəs sənə nə verək? Yəni nə yazaq ora? O zaman biz boş da qoya bilərsiniz bu hissəni və yaxud da ki, dırnaq işarəsində misal üçün daha belə yaxşı görünsün deyə tapılmadı da yaza bilərsiniz ki, məsəl üçün o sizə qaytarış edəndə əgər olmazsa o hissəni yazsın, gətirsin. Ondan sonra vergül işarəsi qoyuruq və belə bir pəncərə açılır. Bunlar nə deməkdir? Deyir ki, ya %100 olan, dəqiq olan nəticəni axtarsın, dəqiq uyğunluğu, ya hər hansı bir kiçik bir uyğunluq olanı, ya hər hansı bir böyük uyğunluq olanı, yəni böyük ehtimal olan ən yaxın variantı və yaxud da ki, hər hansı bir xarakteri gətirsin. Yəni buna ad ola bilər, mətn axtarışı ola bilər və s. kimi. İndi biz hər zaman sıfırdan istifadə edəcəyik. Çünki bizə %100 nəticə uyğunluq olanı axtarıb tapması lazımdır. Və ona görə də hər zaman sıfır yazırıq. Ondan sonra keçirik, vergül işarəsi qoyuruq və növbəti addıma və bu sonuncu addımdır ki, search mode. Search mode o deməkdir ki, bizdə artıq göstərir ki, bu VLOOKUP-ın fərqini. Burada artıq biz ya bizdən soruşur ki, soldan sağa doğru neysə axtardaq, ya sağdan sola doğru və yaxud da ki, artan sıra ilə və yaxud da ki, azalan sıra ilə. Bu iki dənə olan 2 və -2 böyük datalar üçün istifadə olunur, yəni böyük cədvəllər üçün. Amma 1 və -1 isə xırda datalar üçün daha çox istifadə olunur. İndi biz daha çox indi xırdadır deyə və bizim məlumatlarımız gördüyümüz kimi soldan sağadır deyə, ona görə də 1-i yazacağıq ki, bizə bu 1 lazımdır ki, 1 üzərində, yəni soldan sağa doğru məlumatı axtarsın, tapsın və bizə gətirsin. Və artıq heç bir məlumat doldurmağa ehtiyac yoxdur və vergül, daha doğrusu mötərizəmizi bağlayıb enteri sıxırıq və görürük ki, Xlookup bizim üçün avtomatik olaraq 1400-cü adamın maaşını gətirdi, çıxartdı. Burada maaş yerinə, məsəl üçün buradakı maaş yerinə adam adı da yaza bilərsiniz. Yəni gördüyümüz kimi burada departamentdə işlədiyini və yaxud da ola bilər ki, onun hansı departamentdə işlədiyini də yaza bilərsiniz. Məsəl üçün artıq burada ID üzrə istəyirsinizsə, o zamanı onun yerinə, bu maaşın yerinə məsəl üçün departamenti seçə bilərsiniz və yaxud da ad üzərində axtarış edirsinizsə, adları seçə bilərsiniz. Bu səfər ID deyil, adam adları seçəcəksiniz. Yəni bu formada biz tapa bilərik. Yaxşı, bəs tapılmadı, necə istifadə edə bilərik? Yəni cool görünsün deyə. Tutaq ki, məsəl üçün burada gördüyümüz kimi bizim ID-lərimiz 1005-ə qədərdir. Biz onu 1400-ü silə 1006 yazsaq, enteri sıxsaq, görürük ki, tapılmadı yazdı. Çünki bizim maksimum 1005-ə qədər işçimiz var və ID-miz var. Ona görə də burada artıq yazılacaq tapılmadı. Yəni bu formada if not found artıq işə düşür. Bu formada biz istifadə edərək məlumatlarımızı rahat şəkildə axtarış edib məlumatlarımızı gətirə bilərik. Digər səhifədən və yaxud da ki, eyni səhifədən fərqli cədvəllər üzərində işləyib rahat işləyə bilərik.